Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yerləşən kvadrat metri bazar qiymətindən xeyli aşağı 435-830 manat aralığında dəyişən mənzillərin satışı həyata keçirilir. 3 və 4 otaqlı olan bu mənzillər tam təmirlidir və daha öncə istifadə olunmayıb. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür. Bu layihə çərçivəsində satışa çıxarılan mənzillərin üstünlükləri ondan ibarətdir ki, bu mənzillər tam təmirli və çıxarışlı mənzillərdir. Eyni zamanda bazar qiymətindən xeyli aşağı qiymətə satışa çıxarılıb. Mənzillər Bakının Ümid qəsəbəsi, Abşeron rayonu və Samux rayonlarındakı yeni yaşayış komplekslərində satışa çıxarılıb və onu da qeyd edeyim ki, mənzillər istifadə olunmuyor və vətəndaşlarımız həmin mənzilləri həm nağd, həm də ipoteka krediti vasitəsilə də əldə etmək imkanına malikdirlər. Bir şəxs bir neçə sayda mənzil əldə edə bilər və burada heç bir məhdudiyyət tətbiq edilmir. Onu da vurğulayaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən 40-ı son aylarda satılıb. Qeyd edək ki, bir mənzili 3 şəxs bron edə bilər. İlk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir. Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər mənzillə təminatına yönəldilir. Əlavə məlumat üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz.